Mən hər dəfə nəqliyyat vasitələrimi yeniləyəndə, hər dəfə dövrün tələblərinə uyğun, həm avtobus, həm xırda maşınlar, mən yenilədiyim təqdirdə bu birinci növbədə mənim motivasiya olur. Onda maşını sevirsiniz deyə. Mən ümumiyyətlə, mənim bizim ofisdə mən 3-cü mərtəbədə otururam. Müdir otağından mən pəncərədən, misal üçün də elə olub ki, inandırım mən sizi ki, hansısa bir maşına hobbim olub, o maşının misal üçün də turizm sektorunda işləməsə də, mən o 2 dənə, 3 dənə maşın aldırmışam işçilərimə ki, bir dənə pəncərədən aşağı baxım, o maşınlar gəldi bizim ofisin qabağına. Yəni, mənim ümumiyyətlə işə hobbim olubdur. Mən bu işi sevirəm. Mən bayaq vurğuladığım qaydada mənim dostlarım, tanışlarım, qohum-əqrəbələrim deyir ki, sən çox əsəb əziyyət çəkirsən, sən çox motivasiyalı adamsan, sən yorulmaz adamsan, sən gəlib bizim tikintidə və digər sahələrdə bu enerji və həsr eləsən, sən 10 qat bundan artıq qazanarsan. Bilirsiniz necədir? Hər hansısa bir sahədən milyonlarla gəlir əldə edə bilərsən, amma o işi sevməlisən. Mən milyonlarla gəlir əldə etməsəm də, az gəlir əldə etsəm, amma mən bu işlə nəfəs alıram. Mən bu işdə motivasiyalanıram. Mən bu işi sevirəm. Məsələ budur.